Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru dosent Rəşid Ələkbərov Azərbaycan Gəncləri Gününün əhəmiyyətindən danışaraq gənclərin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, gənclərə göstərilən diqqət ölkənin gələcəyinə yönəlmiş strateji yanaşmanın əsas hissəsidir. Rəşid Ələkbərov ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən bəhs edərək qeyd edib ki, ulu öndər gənclərin savadlı, bilikli və yüksək intellektual potensiala malik mütəxəssis kimi yetişməsinə xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə hələ 70-80-ci illərdə minlərlə Azərbaycanlı gənc nüfuzlu ali məktəblərdə təhsil almağa göndərilmişdi. İcraçı direktor bu siyasətin bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Hazırda gənclərin xaricdə təhsil alması, yüksək ixtisaslı kadr kimi formalaşması və dövlət quruculuğunda fəal iştirakı üçün geniş imkanlar yaradılıb. O həmçinin Azərbaycan gənclərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq gənclərin torpaqlarımızın azad olunmasında həlledici rol oynadığını qeyd edib. Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Əlizadə çıxış edərək bildirib ki, bugün gənclər yalnız gələcəyin deyil, eyni zamanda bugünün də aparıcı qüvvəsidir. Onun sözlərinə görə elm, texnologiya və innovasiya gənclərin inkişaf yolunun əsas istiqamətləridir. Tədbirdə çıxış edən dissertant Leyla Məmmədova Azərbaycanın süni intellekt dövrünə qədəm qoyduğunu qeyd edib. O süni intellektin səhiyyə, təhsil, maliyyə və sənaye sahələrində getdikcə daha mühüm rol oynadığını bildirib. Doktorant Orxan Vəlixanlı isə gənclərin elmi təfəkkürün formalaşmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Azərbaycanda gənclərin elmə təşviqi məqsədi ilə həyata keçirilən dövlət proqramları və institutda yaradılan imkanlar gənc tədqiqatçıların inkişafına böyük töhfə verir. Tədbirdə həmçinin institutun əməkdaşları Nərgiz Quliyeva, Lalə Əliyeva, eləcə də doktorantlar Sənan Vəlizadə və Vüsal Şahbazov çıxış edərək gənclərin elmi mühitdə fəal iştirakının əhəmiyyətindən bəhs ediblər. Çıxış edənlər institutda yaradılmış innovativ və elmi mühitin gənc mütəxəssislərin potensialının üzə çıxarılmasında böyük rola malik olduğunu qeyd ediblər. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.